Prezident İlham Əliyevin bu ilin oktyabrın 13-də imzaladığı sərəncama əsasən, şəhərin lift təsərrüfatının maddi texnik bazasının möhkəmləndirilməsi, Dövlət Mənzil Fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 3,7 milyon manat ayrılıb. Elə həmin vaxtdan etibarən şəhərdə liftlərin yeniləri ilə əvəz olunması üçün mühüm tədbirlərə start verilib. Şəhərin yeni rəhbərinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri liftlərin yeniləri ilə əvəz olunmasıdır ki, bunun üçün də xeyli işlər görülüb. Sumqayıt şəhər Lift Servis Birliyindən verilən məlumata görə, Sumqayıtdakı yaşayış binalarında lift problemi demək olar ki, həll olunur. Ölkə başçısının imzaladığı sərəncamla şəhərin qəzalı liftləri yeniləri ilə əvəz edilir. Bugünkü günə kimi ümumilikdə 6 mikrorayonda 90 ədəd liftin quraşdırılmasına başlanılıb. Cənab Prezidentin sərəncamı ilə və icra başçımız Cənab Zakir Fərəcovun səyi nəticəsində bu liftlərin yenisi ilə əvəz olunması məsələsi tapşırıldı. Və bugünkü gündə 140 ədəd lift Mogilev şəhərinin lift istehsalı zavodundan artıq alınmışdır. Həmin liftlərin 91 ədədi artıq şəhərimizdədir. 49 ədədi də sabah ya birisi günü artıq şəhərimizə daxil olacaqdır. Deməli, həmin liftləri biz 90 ədədin hal-hazırda dəyişdirilmə əməliyyatına başlamışıq. Belə ki, onlardan 6-cı mikrorayon sayəsində 6 ədəd, 10-cu mikrorayon sayəsində 10 ədəd, 13-cü mikrorayon sayəsində 43 ədəd, 18-ci mikrorayon arasında 28 ədəd lift və 10-cu mikrorayon sayəsində 3 ədəd lift artıq yenisi ilə əvəz olunmasına başlanmışdır. Bu işlərin demək olar ki, 50%-i artıq arxada qalıbdır. Qısa bir müddətə, bir həftə, 10 gün müddətinə bu liftlərin hamısı istismara buraxılacaqdır və yerdə qalan liftlərin deməli, dəyişdirilməyinə başlanılacaqdır. Mən xüsusilə qeyd etmək istəyirəm ki, 2003-cü ildə Cənab Prezident Azər Alüminium İstehsalat Birliyinin açılışında liftlər haqqında çox gözəl bir söz işlətmişdir. Deməli, qeyd etmişdir ki, harada lift varsa o işləməlidir. Harada onu təmir etmək mümkündürsə, onu təmir olunmalıdır. Və əhalinin rifahına qulluq edən bu böyük kəlam bu günlərdə öz təzahürünü tapıb. Və şəhərimizə böyük diqqət ayrılıb bu sahədə və biz artıq qeyd etdik ki, 140 liftin alınıb dəyişdirilməsi və növbəti etapda da yerdə qalanların dəyişdirilməsinə artıq revanş verilibdir. Və fürsətdən istifadə edib Cənab Prezidentə bu sahəyə ayırdığı böyük diqqətə görə kollektivimiz adından böyük təşəkkürümüzü bildiririk. Şəhər sakinləri də Prezident İlham Əliyevin yaşayış binalarının yeni liftlərlə təmin olunması məqsədi ilə imzaladığı sərəncamını Sumqayıta olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirdilər. Allah bizim rəhbərimizə kömək olsun, bizim prezidentimizə kömək olsun ki, bizə belə rahat şəraiti yaradır, biz üçün lift düzəldir, qocalara köməkli olur, hər tərəfli yaxşıdır, Allah ona kömək olsun. Əvvəl liftlər işləmirdi, köhnə idi hamısı, indi şükür Allah ki, təzələyirlər, bugünə görə çox sağ olun, minnətdarlığımızı bildiririk. Liftimiz çox köhnə idi, yaxşı istifadə edə bilmirdik, indi şükür ki, təzə liftimiz gəlibdir. Razıyıq, çox razıyıq. Bizim liftlər azərbaycan Sovet hökuməti qoyulan liftlər idi. Yaxşı işləmirdi, xarab olurdu, trosları əzilmişdi, köhnəlmişdi. İndi çox sağ olsun hökumətimiz, icra başçımız, bunlar səy nəticəsində dəyişdirirlər hamısını. Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində 594 liftdən 200-ü yararsız vəziyyətdədir. Hazırda bu liftlərin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Nizami Rəsulov, Elbir İsmailov, Dünya TV.